Xədicə izah elə məsələni. Görüm səfərli Xədicə izah edə bilir. Hə. Harika. Biz bilirik ki, məhsulun tarazlığı onun sərf olunmasına bərabərdir. Onda burada n-dir. Burada n qoyaq. Bura n-dirsə, molundan görə bura 0,5 n-dir, burada n. Bura eləyəcək nə qədər? 5 çıx 0,5 n, düzdür? Burada eləyəcək 4 çıx. Sonra davam edə. Bir yerdə 3 n. Bunları 3 n-ə bərabər eləyir. Bəli. 4. Tamamıyla. Tamam. 4 çıx n üstə 5 çıx 0,5 n. Hamı başa düşür bunu uşaq. Bərabərdir 3 n. N nə qədər elədi buradan? Xədidir. 2. 2. N 2 eləyirsə yerinə qoyanda bura 2. 2 eləyirsə bura 4. 2 eləyirsə bura 2. İndi bizdən tarazlıq sabitini istəyir. Amma həzmdə 2 litrdir. Bizim bu tapdıqlarımız nələrdir? Bunlar mollardır. Zeynəb başa düşürsən bunu? Bunlar mollardır. Bunlar mollardır. Bizdən KT-ni istəyir. Biz öncə nə etməliyik bunları? Tapdığımız qiymətləri 2-yə bölməliyik. 2-yə bölməliyik. Onda 4-ü 2-yə böləndə bura eləyəcək 1, bura eləyəcək 2, burada eləyəcək 1. İndi KT tapsaq uşaqlar, KT necə tapılacaq? 1-in kvadratı bölünsün 2 üstü 1 vur 1-in kvadratı. Bu da edir 2-də 1, bu da edir 0,5. Amma belə yanaşıb yoxsa yox. Bir dənə bax. Hamı baxsın bir dənə bu sual. Bunu başa düşməyən var. Başa düşməyən varsa desin sual.